Bugün biz informasiya daşıyıcılarından danışacağıq. İnformasiya daşıyıcıları nədir? İnformasiyanı uzun müddət saxlamaq və daşımaq üçün istifadə olunan vasitələrə informasiya daşıyıcıları deyilir. Fiziki prinsipə görə 4 qrupa bölünür. Perforasiya, maqnit, optik və elektron. Baxaq birinci perforasiya. Perforasiya dəlikli də deyirlər buna. İki növ var, perfokart və perfolent. Perfokartlar belə kart formasındadır, perfolent də lent formasındadır. Maqnit informasiya daşıyıcıları. Burada məlumat maqnit sahəsinin köməyi ilə yazılır və oxunur. Bunlara da aiddir maqnit lentlər və maqnit disklər. Maqnit lentlərə aiddir audio kaset və video kasetlər. Maqnit disklərə də aiddir HDD, FTD. Bunlar aiddir. Optik informasiya daşıyıcıları lazer şüası vasitəsilə disk üzərinə məlumatın yazılmasına əsaslanır. Bunlara da aiddir CD, DVD, Blu-ray disklər. Elektron informasiya daşıyıcıları. Bunlar da yarımkeçirici effektlərdən istifadə edilərək informasiyanın saxlanmasına əsaslanır. Bura aiddir flash yaddaşlar, flash kartlar, yaddaş kartları, yəni SSD. Bunlar bu yaddaşlara aiddir. Kompüterin yaddaşı ümumi olaraq 2 hissəyə bölünür. Daxili yaddaş və xarici yaddaş. Bunlar barədə də növbəti dərsdə danışılacaq.